Dostlar salam. Bugün istəyirəm ki, danışım ki sizə nəyə görə 212-ni mən seçmişəm. Seçim elə bir şeydir ki, dostlar, mənə həddindən artıq çox avtomobil seçimi ilə bağlı suallar gəlir. Soruşursunuz ki, bunu mu seçim, bunu mu seçim? Seçim bilirsiniz nəyi tələb eləyir? Seçim gərək ki, biləsən, ilk öncə özünü tanıyasan. Yəni şəxsi ehtiyaclarını biləsən, öz stilini biləsən, öz meyarlarını biləsən. Özünü başa düşəsən, ondan sonra ona da uyğun, o ehtiyaclara uyğun avtomobil seçə bilərsən. Seçimlər çox müxtəlif ola bilər. Seçimlər ehtiyaca görə ola bilər. Seçimlər maddiyyata görə ola bilər. Seçimlər gündəlik həyata görə ola bilər. Seçimlər çox xüsusi bir özəlliklərə görə ola bilər. Amma seçim eləmək üçün birmənalı olaraq təcrübə vacibdir. Yəni təcrübəniz yoxdursa, seçim eləmək çox çətindir. Baxın, bu maşını kim ki görür, gəlib baxırlar maşına, incələyirlər maşını, deyirlər ki, maşın almaq, satmaq, gətirmək o tərəfə. Sən bunu nətər tapmısan? Yəni sən nətər bilmirsən ki, bu bizə uyğun belə bir maşındır? Nereden bilmişəm? Təcrübəmdən bilmişəm və mən çox gözəl bilirəm ki, Azərbaycanda nə qədər insan bunu sevəcək. Amma kim? Kim ki bilir nə istəyir? Çünki hər bir maşında hər bir özəlliyi tapmaq mümkün deyil. Ancaq və ancaq, yenə də deyirəm, öz istəklərini, özünü tanıyıb ona uyğun avtomobil seçə bilərsən. Bunun üçün də indi mən sizin seçdiklərinizdən yox, öz seçdiyimə əsasən bu maşını mən nəyə görə seçmişəm, onu deyəcəm və siz də bunu dəyərləndirərsiniz. Baxarsınız ki, bəlkə elə biz elə eyni yolda gedirik. Bəlkə doğrudan da mənim istəklərimlə sizin istəkləriniz üst-üstə düşür. Birinci, bu tipli maşın, yəni Ford Bronco'ya oxşayan, Hammer'ə oxşayan, Gelenwagen'a oxşayan, Jeep Wrangler'ə oxşayan bir maşının birinci mənim üçün olan şərti odur ki, o maşın büdcəmə uyğun olmalıdır. Yəni, bu maşının qiyməti bu saydıqlarımın hamısından qat-qat ucuzdur. Bu mənim üçün birinci şərtdir. Çünki belə baxanda elə Hammer var, elə Ford Bronco var və yaxud da ki Wrangler var və yaxud da Gelenwagen var. Hardasa 100.000, 200.000 dollar civarındadır. Elə o da var da, almaq olardı da. Nəyə görə? Baxın, birinci şərt odur ki, qiyməti münasib olmalıdır. Bu avtomobilin qiyməti Azərbaycanlılar üçün digərlərinə nəzərən çox münasib.